Deməli, indi biz sizlə deməli bu çox maraqlıdır xəstəmizi amniosentez əməliyyatı icra edəcəyik. Amniosentez əməliyyatı icra etməkdə məqsədimiz deməli xəstəmizin və onun həyat yoldaşının hər ikisinin talasemiya daşıyıcısı olduğudur və bizim indi məqsədimiz bu xəstədə deməli uşağın xəstə olub olmadığını araşdırmaqdır. Bismillah. Ona görə də buradan maye götürməklə biz talasemiyanın olub olmadığını aşkar edə bilirik. Götürək bizim. Önce baxaq, mayemiz təmizdir mi? Gəlir mi? Baxaq. Bu amniosentez mayesini biz genetik incələməyə göndərdikdən sonra uşağın talasemiya xəstəsi olmadığını və ya olduğunu və ya talasemiya daşıyıcısı olduğunu aşkar edə bilirik. Çox təəssüf ki, xəstə yəni talasemiya daşıyıcısı olduğu halda, hər iki cütün talasemiya daşıyıcısı olduğu halda hamilə qalıbdır və bunun önləmini almaq üçün təbii ki, daha öncədən profilaktikası və daha öncədən bu sağlam övladın dünyaya gəlməsi üçün süni mayalanmada NGS kimi müayinə metodlarından, yəni embrionun genetik müayinəsindən istifadə edərək sağlam övlad dünyaya gətirmək şansımız var. Lakin bu halda artıq biz fakt qarşısında olduğumuz üçün xəstə bizə hamilə olaraq müraciət etdiyi üçün bizim bugünkü gündə xəstəyə yardım edə biləcək yeganə yolumuz amniosentezdir və amniosentez dölyanı mayenin götürülərək genetik incələməyə göndərilməsindən ibarətdir və bu belə deyək, müayinənin nəticəsindən asılı olaraq biz xəstə ilə görüşüb növbəti addımlarımızı birgə müzakirə edəcəyik.